Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Aylıq əmək haqqlarının 2 dəfə verilməsi təklif olunur. Məsələ Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər paketində öz əksini tapıb. Layihəyə əsasən əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir. Eyni zamanda tərəflərin qarşılıqlı razılığı ilə aylıq əmək haqqının 2 hissəyə bölünərək aralarında 16 gündən çox olmayan fasilə ilə verilməsi nəzərdə tutulur. Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının yenilənməsinə ehtiyac var. Bu dəyişiklik həm ailələrin xərclərini daha rahat planlaşdırmasına, həm də əmək haqqının daha səmərəli idarə olunmasına şərait yaradacaq. Naxçıvanda yas mərasimində 20-dən çox qadının zəhərləndiyi müşahidə edilib. Hadisə Babəy rayonunun Kültəpə kəndində qeydə alınıb. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Onlardan 8-də dəm qazına xas əlamətlər müşahidə edilib. Həkimlərin məlumatına görə xəstələrə ilkin tibbi yardım göstərilərək uzun müddət müşahidə altında saxlanılıblar. Vəziyyətləri stabilləşdikdən sonra isə evə buraxılıblar. Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisi müəyyənləşib. Komanda saytının jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən Qarabağın baş məşqçisi Qurban Qurbanov böyük üstünlüklə birinci yerə sahib çıxıb. Sorğuda iştirak edən 63 jurnalistin 58-i Qurban Qurbanova səs verib. Bununla da o 15-ci dəfə ölkənin ən yaxşı məşqçisi adına layiq görülüb. Xatırladaq ki, Qarabağ ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb. Həmçinin Qurbanovun komandası ikinci dəfə UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Hazırda da turnirdə çıxışını davam etdirən köhlənatlar Benfica, Kopenhagen kimi komandaları məğlub edərək Chelsea ilə oyunda bərabərə qalıblar. Türkiyə, Rusiya və Ukrayna arasında məhdud atəşkəsin faydalı olacağına inanır. TRT Haberin yaydığı məlumata görə bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan Aşqabadda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumundan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib. Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, həmçinin Rusiya-Ukrayna müharibəsində sülhə yönəlik səyləri müzakirə olunub. Türkiyə lideri bildirib ki, enerji, infrastruktur və limanlara hücumların dayandırılmasını nəzərdə tutan məhdud atəşkəs hər iki tərəf üçün humanitar baxımdan müsbət nəticə verə bilər. Erdoğan həmçinin münaqişənin dayandırılması üçün ölkənin bütün formatlarda danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib. Dekabrın 13-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə ayın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək. Rayonlarda isə dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran, Astara bölgəsinin bəzi çaylarından qısa müddətli sel keçəcəyi gözlənilir. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.